Ay mənim əzizim. Canım, gözüm. İradə İshak. Hanım. Değişir filan kəslə filan kəs. Biri deyir ki, bayırlar səsimə bir qulaq asın. Ömrümün ilk çağı yadmış. O da deyir ki, gələnə bax, gələnə bax, bu değişmə olmadı ki. Bu Şairlərdən olmaz. Bu bilsən xahiş elənə. Değişmə oldu ki, bu qapıyanı mən dedim. Görsün, o dəqiqə koymuş sözün dalı qutarım, dalı gəlir. Bak şeir budur. Dueti də değişmə adından verir. Duet başqa, değişmə başqa. Duet başqa, değişmə başqa. Gecikən qonaqlarımızdan... Belə qalxar ortaya. Deyir, gəl aşıqsan, gəl şeirlə cəng edək. Dəriyə salsa, daş dahadan dəlqalan dodaq dəymir ha. Dodaq dəymir. Harkat söyledirsin, sərdən sinədən yerə girsin sırasından dalqalan. İradədir, ədalətdir, hayeylər, dağlardan, daşlardan çay gələr. Sazın həsrətində, çağlayanda dağlardan eyləyər, hayeylər gələr. Ədalət dedim, iradənin adı yox, ədalət, iradə. İradə bax, iradə. Dodaq dəyməz. Gəldi yaz ayları, ay istəhliyar, açıldı çiçəklər, yeri dərindir. Keçəndə asta keç, ehtiyat eylə. Lal axan çayların yeri dərindir. Bəli, baba. Bu da təcrisdir də. Çaylar axar, asta-asta yeriyər. Dər içində incəsini dərindir. Yaxşı danışanda saz haray eylər, sən də həsrətini yaxşı dərindir. Dərindi burada qapı mənasında. Bunu mən bədahətən deyirəm. Bədahətən deyir. Adam bədahətən deyir. Maşallah, maşallah. Biraz gecikib bizim qonağımız Aşıq Əlini dəvət edim studiyamıza. Bizim bugünkü müasir aşıqlar deyəndə ilk yada gələn nəyi sənətinə, özü də maraqlı bir obrazdır. Özü də mənim çox xoşum gəlir ona belə. Maraqlı insandır. Aşıq Əlini dəvət edirəm. Gəlsin Aşıq Əli. Xoş gəlmişsiniz bizim bugünkü məclisimizə. Təşəkkür edirəm. Sizin də müəlliminiz ustad aşıqlardan olubdu. Xammusa, hə? Aşıq xammusa olubdu. Siz özünüz də elə belə öyrənməmisiniz bu sənəti. Yəni ustadlardan dərs almışsınız. Bəs siz niyə düşünürsünüz? Niyə bizim bax bu cür ilahidən vəh şəklində övliyalara çevrilmiş bax aşıq nümayəndələrimiz niyə gəldi bu sənət bu qədər balacalaşdı? Cılızlaşmayıb əslində. Yəni o belə balacalaşmayıb da belə deyək. Çünki bu gün tələbatı nədirsə onu ödənilir. Bu günün tələbatı budur ki, artıq bayaqları Aşıq Əhliman ustadımız dediyi kimi, deyir ki, toylar məsəl üçün 3 gün 3 gecəsi artıq 3 saat olub. İfanı necə göstərmiyorlar? 20 dəqiqə aşığa vaxt verilir. Efirə çıxırıq, efirdə 10 dəqiqə bir havanı çatdıra bilmirsən. Yəni bu şeylərə görə, yəni bu günlər efir açılsa, yalnız aşıq gəlsin, öz ürəyini tək bir aşıq, boşaltsın, geçsin. Aşıq Kəmandarın nə qədər gözəl dastanları çıxırdı, danışırdı, şərait var idi. O baxımdan biraz razıyam sizdən. Mən özüm bu internet kanallarının birində çalışdım. Bilmirəm, izlədiniz, izləmədiniz. Orada biz istədik ki, aşılı sənətin Aşıq Əhliman da qonağımız oldu. Orada istədik ki, Ulduz xanım da qonağımız olub. Yəni orada çalışdıq aşılı sənətin dastançılığını qaytaraq. Aqibəti nə oldu? Reytingi nə oldu? Ben onu deyirəm. 6 aşıq, 7 aşıq gəldi. Ondan sonra artıq aşıq çağıra bilmədi. Yəni tapa bilmədi ki, elə bir aşıq ki, gəlsin o dastanı desin. Qalmayıb da, bayaq mən dediyim. Bir səbəbi var ki, saza, sözə gələnlər dərindən öyrənmir. Dastan deyən aşıq bu dəqiqə yoxdur. O öyrənmirlər, niyə? Getdilər o pula öyrəndin. Yox, tək gənclər deyildi. Mən dəvət etdiyim aşıqlar yaşlı aşıqlar idi. 50 yaşında bir insan da aşıq deyil, ustad deyirlər bu günlər ona. Amma bir dənə dastan dedi, ikinci dastana gələ bilmədi. Bax, siz bir dənə maraqlı bir söz dediniz. Məsələn, indi ola bilsin ki, bax, o birisi aşıqlar da. Nə olsun ki, mən düşünürəm bu sənət o qədər qədimdir ki, adamın 90 yaşı da olsa bu sənətdə gəncdir. Çünki sənət çox böyük sənətdir. Siz deyirsiniz ki, sənətlə uyğunlaşmaq. Mən istəmirəm, biraz tənqidə keçeyim. Bu zamanla, sənətlə, tələbat, nə bilim, düz gəlmir. Belə dastanlar öyrənəndə, özünü yetişdirəndə, yaxşı aşıq olanda adam az qazanırmı deyim, yaxşı qazanmırmı, dolanmırmı? Hər şeyimi, yəni pulun başında və ayağındadır. Bu nə dərəcədə bəraət qazandırır sizə? Sənət zamana necə uyğunlaşmalıdır? Üzr istəyirəm, açıq danışaqda. Hər bir kəsin dolanışacağı var. Hər bir kəsin ailəsi var. Hər bir kəsin evladı var. Danışdırırsan hemen Əli. Danışmaq istəmirəm, danışdırırsan. İcazə verin bu sözü mən deyim burada. Mən Dədə Ədaləti bir keçən il idi deyəsə, yoxsa 2 il olar çəkməyə getmişdim. Getdim ki, kirayədə qalır.
Yəni kirayədə qalır bu adam. Amma bu adam neynəsin? Bu da mı sizin kimi getsin, saza elektron nəsə qoşsun, getsin, çörək qazansın? Elektron Yəni deyəndə bu nə saza qədər elektron vacibdir? qoşmaq. Ustad gedib bu günləri o elektronu qoşmasa, hansısa bir məclisdə, hansısa bir tədbirdə ifa eləyə bilər? Xeyr. Çünki səs yoxdur. Səs çatmır. Zamanə bunu tələb eləyir. Siz səhv eləmisiniz, mən belə baxıram. Qurbanım hesabını qanana, arif olan qiymət verməz yamana. Oynamasan hər nə çalsa zamanə, daş olsan əridər, yumuşaldar səni. Devirlə əyaqlaşmalısan, əyaqlaşmadın özün bilərsən. Çörək hamı üçün vacibdir də. Yəni axı bir sənəti də saxlamaq lazımdır. Ədalət müəllim, aşığımız Yeniliklər sazı dünyaya gətirir. gətirdi. Neçəsi Amma bu artırırsınız? zamanədə qızım, saza tokda qoşulmalıdır. Bəli, Çalınmalıdır, dərs- Ədalət müəllim yenilikləri gətirdi. O şeyə, yəni üzr istəyirəm. Buyurun. O verilişə çox adamlar baxacaq. Ədalət dədədən qabaq saz olubdur. Amma ədalət, dədə ədalət Texnikasına saza yenilik elə bir gətirir. yenilik gətirdi Bəli, ki. çalğısına. İndi də əlinə saz götürənlər elə ədalətin xalın vururlar. Güllərim Ümumiyyətlə vururlar. ədalət bir məktəb oldu. Məcbur edik, Ümumiyyətlə tələb edik. çox aşıqlar, ustad aşıqlar ki var. Məsələn, Aşıq Şakir məktəbi. Şirvan şikəstəsi deyəndə Aşıq Şakir məktəbi. Aşıq Ədalət məktəbi, Aşıq Mikail Əzaflı, Aşıq Əkbər, Aşıq Pəna, Allah rəhmət eləsin, Aşıq Məmməd abi, bunların hamısı bir məktəb olub. O Adəm babamızdan əmanət qalıb, onun keşiyində durub aşıqlar. Mayası yoğrulub ana südü tək, Peyğəmbər sayağı olub aşıqlar. Onlar dəyişməyib heç vaxt vərdişin, saz ilə, söz ilə edib gərdişin, neçə küsülünü, neçə qan için bir kəlməyə barışdırıb aşıqlar. Bəli. Aşıqlar belə, Siz aşıqlar belə. özünüzdə bu gücü hiss edirsinizmi Aşıq Əlim? Yəni ki, bax sizin sözünüzlə bir meydanda bir nəsə olsun. Zalim müasir aşıqdır, öz damı da bilir, onun oxumağı da, ləhsəsi də, havacət də xoş gəlir. Amma Aşıq Əli çıxda da gənə biraz qulluq eləsə, amma qulluq eləməzlər, şoğa qulluq eləyir. Nəyə qulluq edir? Şou. Şouya qulluq edir. Hə, mən başa düşmədim Yox, sözü. mən şoğa qulluq eləmirəm ustad. Üzr istəyirəm. Yəni Gözəl məlahəti səs, gözəl Özünüzdə şəxsiyyət. hiss edirsinizmi o vergi, işıq, nə bilim. Olmur da, deyirəm, rəhmətim şərki deyir, üzümü deyir, zülümkarın qibləgahına sürtürəm, ölürəm, sürtmürəm olmur. Bu şou ki çıxdı, ömür yıxıldı acabat. Daha ifası da aradı, danışığı da, qabiliyyəti Səsi də, oynamağı da, Bəli, bəli. maşallah, deyirəm, özü gözəllik qatır məclisə. ola bilsin ki, el arasında aşıq adım qazanaq. Ola bilsin ki. Çox sağ Bunu ol. qazana bilərik. Başqa bir şey deyil. Amma dədə gördüyü dövrlə bu gördüyümüz dövr heç də üst-üstə düşmür. Çünki o dövrdə məclislərdə aparatura yox idi. O Yaponiyadan gələn səs aparaturası yox idi. Sakitçilik var idi. Devr o Uşaqdan devrini böyüyə qədər dastanın əvvəldən axıra kimi el, oba bilirdilər. Hansı yerdə hansı söz deyilir, hansı yerdə bir balaca bir uşağı dilləndirərdin. 10 yaşında bir uşaq deyərdi ki, aşıq falan yerdə səhv elədi. Aha. Yəni bilirdi də, bunu əzbər bəli, bilirdi. bəli. Amma bu günləri heç belə götürək də, yenə gəldi yaz ayları sözlərin bilmirlər. Aha. Sat mahnıdır. Yəni qulaq asan yoxdur da, qulaq asan yoxdur. Keçən dəfə də mən bir verilişdə dedim ki, məsuliyyət daşıyırsınız siz. Bax, bu sənəti çiyninizdə nümunə kimi aparacaqsınız. Aşıqların özündə də böyük günah var. Aha. Nədir o günah? Çünki hər bir yerin, hər bir, yəni ustadla hər dəfə danışırıq aşıq əhlimandan. Hər dəfə də bu mövzuda danışırıq ki, heç kim bilmir ki, hansı efirdə hansı havanı oxumaq lazımdır. Hansı məclisdə hansı havanı oxumaq lazımdır. Bəlkə də təsdiqləyər, yəni neçə dəfələrlə olub. Bəli, bəli. Baxın, aşıqlar çıxır hansısa bir proqrama, o verilişə mən bilirəm ki, ancaq gənclər baxır. Ancaq gənclər, yəni hansısa bir... Siz gəncləşdirə bilmişsiniz tamaşaçını. Yəni, əvvəl tamaşaçılar yaşlı tamaşaçılar idi, indi sizin auditoriyanızda gənclər də çoxdur. Çoxu gənclərdir. Aha. Amma gənclərlə yanaşı, yəni bu elmi, yaşlı insanlar, savadlı insanlar, yəni bu aşıqlıq musiqisini duyan insanlar mənə qulaq asır. Bilmirəm səsimə görədir, bilmirəm sözümə görədir, bilmirəm saz ifamı. Maraqlı ifaçısınız siz. Bunu etiraf etmək lazımdır. Üzr istəyirəm Rada xanım, bir maraqlı söz deyim, bircə dəqiqə. buyurun. Qorxmadan deyirəm, qorxmadan deyəndə düppədüz deyirəm. 90% kitab üzü aşmır.